Hörmətli məktub, əvvəla salam, əzizim İmarət. Salamdan sonra mən tərəfin halı ilə xəbərdar olmaq istəsən, sağ və salamat varam. Sənin də sağ və salamat olmağını bu qocaman təbiətin tükənməz varlığından arzu edirəm. İndiki nəsil bilməyə bilər. Orta və yaşlı nəslə belə məktub yaxşı tanışdı. İnternetin olmadığı zamanlar bütün məktublar belə yazılırdı. Bu məktub 1-ci Qarabağ savaşında şəhid olan Süleyman Əhmədova məxsusdur. Vətən şəhidi ilə böyüyür. Şəhid vətəni ilə ölümsüzləşir, əbədiləşir. Vətən sevgi ünvanıdır. Vətən eşqdir. Şəhid onun sevgisinə əl uzatmaq istəyənlərə, torpağına, xor baxanlara qanı, canı ilə cavab verir. Şəhid ruhu uğrunda canından keçdiyi vətən torpaqları azad olduqda sevinir, şad olur. Haqqında söhbət açacağımız Süleyman Əhmədov kimi. Süleyman Əhmədov 1990-cı ildə Sovet qoşunları Bakıda dinc insanlara soyqırıma məruz qoyanda Rusiyadakı işini, evini, ailəsini qoyub Azərbaycana gəlir. Şəhidimizin qısa, amma şərəfli həyatının yoldaşı olan İmarət xanım həmin keşməkeşli illəri, Süleymansız keçəcək günlərinin başlanğıc tarixini şərəflə xatırlayır. ...1990-cı il 20 yanvar hadisəsindən sonra Süleyman işlədiyi hərbi hissəyə bildirdi ki, mən vətənimə qayıtmalıyam, xalqımın bu günündə xalqımın yanında olmalıyam. Beləliklə o dəfələrlə Moskvaya məktublar yazaraq 1991-ci ildə Bakıya qayıtdı. Bakıda da daxili qoşunların hərbi hissəsi yerləşirdi Biləcərdə. O hərbi hissədə işini davam etdirdi və kapitan rütbəsinə yüksəldi. 1992-ci ildə oradan cəbhə bölgəsinə yollandı və Zəngilanda, Qafanda, Ağdərədə döyüşlərdə qəhrəmancasına iştirak etdi. Axırıncı döyüşü Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə bizə dəhşətli xəbər verildi. 1992-ci il 30 sentyabrında bizə dəhşətli xəbər gəldi ki, Süleyman ağır yaralanmışdır. Ancaq ki, Süleyman tabutunu gətirirlərmiş də, Süleyman şəhid olubdurmuş. Və bu kədərli günlərimiz də elə bu vaxtlardan başladı. Ailəmizin kədərli, qayğılı günləri başladı. Süleyman Ağdərədə döyüşlərdə erməni tankını vurub sıradan çıxartmışdı. Tankın içində 9 nəfər var idi. O tankın üstündəki o 9 nəfərin üstünə təkbətək özü getmişdi və orada bir-bir onları çıxardıb sorğu-sual eləmişdi. Biri ona tanış çıxaraq onunla hansı ki Saratovda, Vayen Akademiyada bir təhsil almışdılar. Ona sual vermişdi ki, siz məni tanıyıbmı, üstümə gəlirdiniz? Deyib, hə, tanıdım. Süleymanın övladları, 3 qızı atalarsız keçən ömürlərini daim fəxrlə yaşayıblar. Qürurla biz şəhid qızlarıyıq deyiblər. Süleyman Əhmədovsa torpaqlarımızın azadlığı uğrunda canını sipər edərək cənnətin ən gözəl yerini, şəhadətin zirvəsinə ucaldı. Mən ən sonuncu qızıyam. Mən onu yaş yarımında itirmişəm. Şəhid övladı olmaq çox fəxirli və qürurlu bir hissiyatdır. Amma bununla yanaşı özündə həmin övladda böyük bir qəlbində boşluq yaradır, atasızlıq hissi, boynu büküklük yaradır. Üçümüz də atamızın arzusunu reallaşdırmışıq, övlad olaraq çalışmışıq ki, onun əməyini itirməyək. Atam həmişə kitab həvəskarı, mütaliə eləyən insan olub. Hər yerdən döyüşə getdiyi yerlərdən belə bizə kitablar gətirib, evimizin demək olar ki, əşyadan çox hissəsini kitablar təşkil edirdi o vaxtı. Və arzusu olub ki, üçümüz də ali təhsil alaq. Biz hər üçümüz də onun arzusuna
reallaşdıraraq elə 11-ci sinifi bitirən kimi ilk ildən ali təhsil almışıq və ona layiq xanımlar olmağa, qızlar olmağa çalışmışıq. Bizə vətənpərvər ruhda musiqilər öyrədirdi. Bununla bizim həm özü kimi vətənpərvər olmağımıza çalışırdı, həm də bizi bir növ öz yoxluğuna öyrədirdi. Dünyanı dərk etmədiyimiz yaşda artıq biz vətən uğrunda ölməyin şərəfini sayəsində anlamışdıq. Mənim üçün babamın adını daşımaq həmişə fəxr olmuşdu. Mən həmişə çalışacağam ki, onun adına layiq, vətənpərvər, qorxmaz, cəsur insan olum. Babama və bütün şəhidlərimizə Allah rəhmət eləsin. Süleyman gələndə bura atası, anası dedi ki, oğul, getmə, sənin 3 dənə qız evladım var. Onları hara atıb gedirsən? Dedi ki, sizin Xocalı yadınızdadır mı? Siz görməmişsiniz. Xocalını mən görmüşəm də bilirəm. Orada mənim qızlarım kimi o qədər meyitləri olubdu ki, mən onun qanını almasam vətənə qayıtmayacağam. Vətən uğrunda da canını verdi. Allah rəhmət eləsin. Süleyman qardaşı Sadaya daim düzgün yolda, həyatda uğur sahibi olmağı məsləhət görər, ata kimi öyüdlər, nəsihətlər verərmiş. Biz uşaqlıqdan bir yerdə böyümüşük, bir evdə böyümüşük, bir valideynlərin tərbiyəsini almışıq, bir yerdə oxumuşuq. Süleyman mənim üçün həm böyük qardaş olub, həm də o mənim elə bil bir ata kimi mənə həmişə düzgün yol göstərib. Uzun müddət o 90-cı ildən 92-ci ilə qədər Zəngilanın müdafiəsində oldu. Sonra ancaq onu göndərilə Ağdərəyə. Ağdərədə də indi biz istəməsək də orada şəhid oldu. Süleyman çox qoçaq, mehriban, ailə canlı bir oğlan idi. Biz ondan fəxr eləyirik. Təəssüf ki, indi aramızda yoxdur. Uşaqlarını da çox sevirdi. Ailə canlı idi. Mehriban, qayğıkeş bir oğlan idi. Vətənini çox sevirdi. Sverdlovskidən gəldi, müharibə başlayan kimi vuruşmağa getdi. 3 körpə balasını qoydu, getdi. Səhər oktyabrın 1-i xəbər gəldi ki, şəhid olubdu. Güclü idmana meyillilik var idi. Öz yaşlarında o vaxtı başqa idman növlərinə qadağı olsa da, məsələn, daş qaldırmaqda, bu daş qaldırmaqda həmişə birinciyə tutardı. Müəyyən şeylərdə o istəməz kimsə özündən qabağa həmişə birinci olmağa çalışırdı. Ermənilərin Respublikamızda baskınında götürmədi, ürəyə dayanmadı. Vəzifəsini, işini, evini, hər şəraitini atıb gəldi Azərbaycana. Bir deyim var, insan 7-sində nədirsə, 70-ində də odur. Süleyman Əhmədov öz canını bu vətən üçün qurban verib, 70-i haqlamasa da öz adını bu şanlı tarixin səhifələrinə yazdırmış oldu. Onun uşaqlıq dostları, birgə böyüdükləri sinif yoldaşları balaca Süleymanın qoçaq və qorxmazlığının elə uşaqlıqdan başlandığını, az yaşlarından hərb sənətinə maraqlı olmasını bildirirlər. Mən Süleymanla sinif yoldaş olmuşam. Əvvəldən 1-ci sinifdən. Bu, bax, gördüyünüz bu orta sinif bizim 1-ci sinif olubdu. Başlanğıcı buradan başlaydı. Yəni, həmişə daha axıratan Süleyman oxumuşuq. Düz, Vankomata 1-ci ilə orta məktəbdən zada getdik ilə. Bizi həkim kəmşəsinə apardılar, bir yerdə getdik. Yəni, Süleyman həqiqətən də bu, indi biraz şişirtmək kimi olmasın, həqiqətən yaxşı oğlan idi. Adam haradısan gedərdi, insan arxası ilə, yoldaşın arxasına gedərdi. Orta məktəbdə oxuyanda da çox yoldaşlıq eləmişik. Mən gənc vaxtlarımızda qorxmaz bir oğlan idi. Belə heç 10 dənə adamı üstünə buraxırdım, qaçmırdı. Bir dənə də. Ancaq cəsarət, ürək var idi onda. Həmişə yaxşı işləri görmüşük onda. Əhmədov Süleyman indi də ruhu şaddır. O 1-ci Qarabağ müharibəsində çox qəhrəmanlıqla vuruşub, çox cəsur döyüşübdür. Elə orta məktəbdə də o bütün hər işlərdə qabaqda gedibdir. Rusiyada oxuyan vaxtı gəlmişdi,
O həvəskar idi. Biz də ova gedən idik. Bir gün getdik dağa. Lazım dovşandan bərk qaçırdı. Dovşanla qomarıb tuturdu. Elə xasiyyətlər var. O çox cəld qaçan, öz fikri ilə hərəkət edən adam olmuşdu. Deputat Cavanşir Feyziyev Süleyman Əhmədovun öz şəhidliyi ilə bir yol çizdiyini, neçə igidlik nümunəsi olduğundan söz açır. Süleyman kimi peşəkar hərbçini vətənin ağır günlərində itirmək çox sarsıdıcı olub. Süleymanın itkisi çox ağır itki idi. İlk növbədə ailəsi, doğmaları və dostları üçün. Amma bununla bərabər Süleyman itkisi həm də Azərbaycan üçün, həmin dövrün Azərbaycanı üçün çox böyük itki idi. Çünki Süleyman ali təhsilli hərbiçi idi və o öz vətənini öz canından da çox sevən bir insan idi. Və onun belə israrla cəbhə bölgəsinə getmək iddiasında olması və nəhayət Ağdərənin müdafiəsi zamanı həlak olması hamını sarsıtmışdı. Amma buna baxmayaraq hamı Süleymanın şəhidliyi ilə fəxr edirdi. Yenə də ailəsi də onunla bir yerdə xidmət etmiş, hərbiçilər də, onu tanıyan bütün insanlar. Süleyman həm mənim qonşumdur, yaxın qonşumdur, qapı-qapıya deyirlər. Həm də onun mən müəllim olmuşam, özü də xarici dil müəllimi. Süleymanın şagirdləri çox yaxşı yadımdadır. Çünki bəzi şagirdlər doğrudan da müəllimdə də dərin izlər buraxır. Niyə? Onlar həm az-çox yaxşı oxuyurlar, həm də deyərlər, çevik olurlar, cəsarət olurlar. Həmişə özlərini öndə, qabaqda görmək istəyirlər. Elə biz Doqqaz deyirik, bizim küçəmizdə də eyli idi. Mən onsuz da onu dərsdən sonra hər gün rast olurdum. Doğrudan da kənd yeridir, mala qarıya mı, həyatyanı, sahanı sıvarmağa mı? Görürdün ki, doğrudan da belə bir, nəsə onda bir hərəkət var, coşqun hərəkət var. Elə bəlkə də bu coşqunluq, bir hərarət onu bir növ hərbə yönətdilə bil ki. Belə oğullar gənc nəslə nümunə olsunlar və vətəni qorumağa doğrudan da belə bunlar kimi, bu çevik, bu qəhrəman oğullar kimi gedib vətəni müdafiə eləsinlər. Tələbkar oğlan idi, yaxşı oğlan idi, qohum, qardaş qədri bilən oğlan idi. O getdi, müharibəyə gəldi, yoldaşım dedi, getmə oğul. Daha bəs getdin gəldin, dedi, yox, getməliyəm marifəm, gedim, 9-u qələbə alacaq, gələcəm inşallah. Deyib bizlə görüşüb çıxdı. O gəlirdi, belə özü də belə zarafatçıl oğlan idi. Gəldi, dedi, gəlin bacı, mən şalvarımı ütüləyə bilərsən. Dedim, niyə ütüləmə? Bütün hamısını ütülədim, gördüm magürlər, elə şalvar ütüləyərlər. Dedim, və necə? Dedi, indi mən ütüləyim, sən bax. Şalvarı çevirdi, arxa dizinin üstünə zadı çəkdi, sabunu. Nəməski qoyub, dedi, indi ütülə. Ütülədim, gördüm şalvar adamın qulağını kəsərdi. Elə güldü özü də. Dedi, bax, gəlin bacı, belə. Ondan sonra elə bir ki, şalvar ütüləməyi o öyrətdi mənə. Süleyman kimi insanların mərdliyini, igidliyini öyrənən hər bir gənc İstəyərdi ki, mütləq onun qisası alınsın. İstəyərdi ki, mütləq torpaqlarımız işğaldan azad olunsun. Və ona görə biz hesab etmirik ki, Ağdərə döyüşlərində Süleyman həlak oldu və aramızdan getdi. Süleyman həlak olması ilə də daha çox bizə yaxınlaşdı, daha çox cəmiyyətə yaxınlaşdı. Əgər əvvəl bir ailənin oğlu idisə, 10, 15, 20 dostun, insanın dostu idisə, şəhid olduqdan sonra o bütün Azərbaycanın övladına çevrildi. Süleyman haqqında mənim çox xatirələrim var. Demək olar ki, biz
Bir bizim yatacaq yerlərimiz ayrı idi, axşamlar o da. Günüzlər pastayanlı bir yerdə olmuşuq. Çox cəld uşaq, çox belə mehriban, öz küçəsinin, uşaqlarının ötərinə canını qurban verən bir insan olubdur. İnsan bu həyatda çox yoldaşlar qazana bilər. Amma hər Adəm oğluna döyüş yoldaşı qazanmaq, çiyin-çiyinə həm torpaq uğrunda, həm də yaşamaq uğrunda mübarizə aparmaq nəsib olmur. Süleymanlı döyüşlərdən, onun atdığı qəti addımlardan, cəsurluqdan söz açanlar da elə onun bu anlarını gözləri ilə görən döyüş yoldaşları olub. Əsgərlərlə danışığında özünü elə aparırdı ki, sanki güllə insana dəyib bir balaca deşikdir. Deşib keçməklə kifayətlənəcək, heç güllə yarası insanı öldürməz belə. Bu dərəcədə həvəslə, böyük arzularla gəlmişdi. Bir müddətdən sonra biz orada plan hazırlanmışdı və həmin plan elan olundu ki, deməli, qarşımızda olan yüksəkliklərin hər birisinə bir qrup rəhbərliklə gedib o yüksəklikləri götürüb Sırxavənd və Ağdara rayonunda səhv etmirəmsə, Sırxavənd və Qazancı kəndlərini biz azad etməliydik. Həmin qrupdan birisinə də Əhmədov Süleyman rəhbərlik edirdi. Təəssüf hissi ilə qeyd edirəm ki, elə bacarıqlı, vətənpərvər, vətəni üçün canından keçməyə hər an hazır olan dostumuzu, qardaşımızı biz qısa bir müddətdə itirdik. Xidmət zamanı əmr gəlirdi ki, saldat yığın, könüllü dəstə döyüşə. İlk könüllü dəstə Əhmədov Süleyman bir dəfə getdi Zəngilana. Zəngilana komandir getdi. Bir komandir olsunu qaldı orada, bilmirəm nə qədər qaldı. Orada qalan dövrü mən Bakıda yığdım bir batalyon. Belə Bayavoy batalyon yığdım. Belə hamısı könüllü dəstədən Bayavoy adamlar. Mən o yığdığım batalyon ikinci ara Əhmədov Süleyman gələndə götürdü, buna qaldı. Bu gene getdi komandir Ağdam polkuna. İkinci batalyonla getdi Ağdam polkuna komandir. Bu gedəndən sonra yerdə qalan əsgərlərlə tezdən yenə mən özüm batalyon yığdım. Yəni bizə gələn dəstələrdən, saldatlardan yığılırdı batalyon. Həmin batalyonun biri ilə də mən getdim Ağdərəyə. Mən Ağdərəyə gedənə qədər də Əhmədov Süleyman Ağdam polkunda vuruşurdu. O vuruşduğu dövrü orada elə bir şey da indi bizdə burada deyilirdilər də nə qarırdı. Onun orada o dövründə Çeçenistandan kəşfiyyat komandir rotası vardı, kəşfiyyatçıları vardı. Çeçenistandandı, Abakarov. Erməni kəşfiyyatında gedirdi, erməniləri kəşfiyyatçıları tutup gətirirdi. Onu biz burada eşidirdik ki, Əhmədova belə nətəri elədiyini deyirlər. Getdi, kəşfiyyatçı tutdu, erməni tutdu, afser tutdu, getdi. Nələr elədiyini orada deyirlər, biz də burada ruhlanırdıq. Bundan elə bir hamı güclənirdi elə bir. Günlərin bir gündə polkda səhər-səhər dedilər ki, akşam erməni ambarını partladıblar. Süleymanov özü öz dəstəsinin erməninin ambarını partladı, silah ambarını. O şey bizə çox möhkəm dayaq oldu. Onun da alınca artıq mən getdim Ağdərə döyüşünə. Daha bizim burada komandir qaldı da indi komandir icazə verəndən sonra hamı əmr var idi ki, döyüşə də. Döyüşçüləri yığdıq, bir 180 nəfər əskərlə. Mən getdim Ağdərə döyüşünə. Ağdərədə özüm, şəxsən özüm oldum. Orada da bir neçə afser vardı. Onlar da bizə kömək üçün yox, elə bizə təhvil verib qaydırdılar. Günlərin bir günü eşitdim ki, o erməni kəşfiyyat dəstəsini zərərsizləşən momentində bilmirəm nəsə belə bir vaxtda o düşüb elə bir ermənilərin buskusuna orada həlak oldu. Oradan mən xahiş elədim, mən Əhmədov Süleymanın yəni yaxsına, son mənzilə özüm çatdırım və çatdım. Gəldim, getdim. Tayında Bakıda onun bir neçə afserlərlə getdik buradan Şəkiyə, onun dəfnində iştirak eləyə bildik. Əhmədov Süleyman çox igid, belə millətin sevən bir oğlan olub. 92-ci ildə milli hökumət hakimiyyətə gələndə, yəni
milli qüvvələr hakimiyyətə gələndə may ayında Rusiyanın burada gizli qüvvələri tərəfindən vətəndaş müharibəsini burada yaratmaq istəyirdilər. Və bu haqda da bizim məlumatımız var idi. Rəhmətli Elçi bəylə görüşdüm, Əbülfəz Elçi bəylə ona bildirdik. Sonra İskəndər Həmidov var idi, onunla görüşdük və digər şəxslərlə, addan bir çoxsunun adını çəkmək istəmirəm. Və Süleymana tapşırıldı ki, Süleyman və onun rəhbərliyi altında olan şəxsi heyət müəyyən dövlət orqanlarının qorunmasını tapşırılmışdı. Azərbaycan televiziyası, Ali Sovet dövlət orqanları və gələn milli qüvvələr, mitingə çıxan qüvvələrin qarşısı güllərlə alınmalıydı. Gülləbaran edilməliydi. Xalqın tərəfinə keçdik. Xalqın tərəfinə keçdik və vətəndaş müharibəsinin qarşısını belə bu yolla aldıq. Bir həftə xidmətə çıxmadılar. Bizim tabur komandirimiz rəhmətlik Azad Bağırzadə tərəfindən bizə komanda verildi ki, Qazancı istiqamətində sabah saat 4:00-da hücum əmri verildi bizə. Rəhmətlik Əhmədov bölüyü yığdı, şəxsiyyətə gedəcəyimiz yeri, istiqaməti açıqladı və bizə tapşırıqlar verdi ki, sabah saat 4-də biz Qazancı istiqamətində hücum əməliyyatı verilib, məxfi əməliyyat verilib, biz hücuma keçməliyik. Bizə həmən gün ərzində meşə bələdçiləri ayrıldı. Meşə bələdçiləri bizlə əlavə söhbətlər elədi. Qazancı istiqamətinə səhər-səhər 4 radələrində biz hərəkətə başladıq. Və biz Qazancı dağın ətrafına yaxınlaşdıq səhər-səhər 4 radələrində və meşə bələdçiləri bizi bəlli olan istiqamətə qədər gətirdilər və burada izah elədilər ki, buradan yuxarı həm mini polyadır, həm də ki, yuxarıda, meşənin yuxarısında düşmənlərin silahı avtomatlardan, ondan sonra PK-lardan, TŞK-lardan səngərlər qurulubdur. Hər an ayıq-sayıq xidmət təşkil edirlər. Biz, rəhmətlik bizim bölük komandirimiz Əhmədov bizə yenidən xəbərdarlıq elədi və biz meşənin ətrafından üz yuxarı, dağ yoxuşa hərəkət eləməyə başladıq. Hərəkət elədik, bir xeylaq getdikdən irəlidə uca bizim əskərlərdən bir neçəsi minaya düşdü. Minaya düşən müddətdə minanın partlayışı səsi eşidilən kimi yuxarıdan ermənilər silahlardan başladı bizləri atəşə tutmağa. Həmən müddətdə bu əskərlərimiz, şəhid olan əskərlərimizin ayaqları minaya düşdükdə minaların qəlpələri rəhmətlik bizim şəhidimiz Əhmədovun sinə hissəsindən bir neçə yerindən yaralanmışdı. Biz əskərlərin köməkliyi nəticəsində rəhmətliyi çadırların arasında, palatkaların arasında aşağı yendirdik. Yaralı bir vəziyyətdə idi. İlkin yardım ona heç cür orada bizim ferşilimiz var idi, köməklik eləyə bilmədi. Ona görə ki, onun sinə hissəsindən yaralandığına görə, qarın boşluğundan yaralandığına görə heç cür ilkin yardım göstərilə bilmədi. İlkin yardım belə ki, heç cür göstərilmədi. Qol, qılça hissəsində olan qəlpə yaralarına sarındı. Amma qarın hissəsində, o boşluq hissələrdə olan, sinə hissəsində olan yaralara heç cür köməyimiz dəymədi. Həmişə əskərin qabağında gedirdi. Rəhmətlik minaya düşəndə də elə əskərlərin qarşısında gedirdi. Ona görə ilkin minaya rəhmətlik düşdü. Həmişə əskərlərlə söhbət eləyəndə vurğulayırdı ki, biz gecə tezi bu torpaqları alacağıq. Sizdə bu əskərlərin sayəsində bizim torpaqlar azad olub, həmişə azad olacaqdı. 2020-ci ilin Vətən müharibəsi göstərdi ki, doğrudan da Süleyman və onun kimi cəsur, mərd, igid evlatlarımız doğrudan da yaşayırlar. Onlar sonradan meydana atılan, müharibə meydanına atılan gənclərimizin fikirlərində, ürəklərində, onların arzularında və ideyalarında yaşayıblar. Və məhz buna görə də 30 il işğal altında qalmış torpaqlarımızı elə Süleyman yaşında gənclərimiz düşməndən azad etdilər. Və biz hesab edirik ki, 92-ci ildə Ağdərədə Süleyman heç də həlak olmadı. Onun arzuları, onun niyyəti sonraki gənc nəslin
fəaliyyətində və torpaqların düşməndən azad olunmasında yaşadı və nəhayət torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən gənclərimizin hər biri Süleymana bənzəyir. Hər biri öz igidliyi ilə, mərdliyi ilə, öz dəmir iradəsi ilə Süleymana bənzəyir. Süleyman cismən aramızda olmasa da biz onu hər daim hiss edirik, yanımızda hiss edirik və ona görə də Süleymanın dostları, Süleymanın yaşadığı bölgənin, Şəkinin insanları, eləcə də dövlət Süleymanın ailəsinin qayğısına qalır. Azərbaycan durduqca, Azərbaycan yaşadıqca Süleyman və Süleyman kimi torpaq uğrunda canını fəda vermiş dostlarımız, həmvətənlərimiz, cəsur övladlarımız, onların xatirəsi həmişə yaşadılacaq. 92-ci il idi. Mən Qubadlı istiqamətində olan döyüşlərdə iştirak edirdim. Oradan qayıtdıqdan sonra Süleyman yaxınlaşdı mənə və dedi ki, komandir, icazə verin mən də Zəngilan istiqamətinə gedim. Uşaqlarım balacadır, sən döyüşdə olmuşsan, yaxınlarda gəlmişsən, bir həftədir döyüşdən gəlmişsən. Bir daha ora niyə gelsən? Deyib, yox, komandir, mən özümü sıxışdıramıram. Və təzədən qayıtdı ora, təzədən orada iştirak elədi. Təzədən geri dönəndə yenə də bayaq qeyd etdiyim kimi özü könüllü surətdə ikinci dəfə deyirəm, 5-ci dəfə Ağdam istiqamətinin döyüşlərə qatılmışdı. Və o döyüşlərdə hansı hünərləri göstərmişdi o göz qabağında. O vaxt mən daxili qoşunların qərargah rəisinin müavini, həm də qərargah rəisinin vəzifəsini icra edirdim. Və rəhbərlik belə qərara gəldi ki, onu Azərbaycan Respublikasının ən böyük mükafatına layiqdir və o təqdimat göndərilsin. O vaxt təqdimat yazılmışdı. Sonradan düzdür, mən oradan başqa yerlərə keçdim çalışmağa və Süleyman, o təqdimat Süleymana layiq idi. Bugün vətən şad, qan bahasına alınan torpaq isə fərahdır. Çünki torpaqları altında yatan igidlərimizin ruhlarıdır şad, xürrəm edən.